Bizim bu çay cəmiyyətinin bir dənə arzusu var ki, bu yuxarı təşkilatlar bizim nəzarə alsınlar, bizim danışığı biz vaxtilə 30 il, 35 il, 40 il bundan əvvəl o kətlərdən yenib çayın qırağında biz ev tikmişik, bostan əkdik, bağ saldıq ki, oralar bizim xoşumuza gəlirdi də, o çayın zümzüməsində yaşayırdıq. Təzədəndən bizi 40 ildən sonra Allah şüküründür, prezidentimizin Allah canı sağ eləsin, torpaqlarımızı alıblar. Biz öz yerimizə, öz yurdumuza qayıtmaq istəyir də. Bizi bir də təzədəndən yuxarı kətlərə qaytarmağın belə bir mənası biraz yaxşı çıxmır. Biz öz yerimizdə yaşamaq istəyirik. Xahiş edirik bizim xahişimizi nəzərə alasınız. Bizim əsas problemimiz öz yerimizdə, Həkəri çayının üstündə olan evlərimizin bəzisini söküblər, bəzisi dağılıb. Bizim öz yerimizə başqa cəmaatı gətirib yığıblar. Bizi də indi o köçdüyümüz ərazidən qaytarmaq istəyirlər ora. O vaxt Laçın şəhərini ərzaqla, əlal-xüsus, meyvə tərəvəzlə təmin edən 70% aşağıdan tutmuş o bəylik deyilən yerdən yuxarıda Bağırlıya qədər olan cəmaat o çayın kənarında bağa ki, postana ki, həmin Laçın cəmaatını təmin eləyirdi. Biz susuz heç vaxtı qayıdıb təzədən o kətdən yenib gəlmişik. Elə olurdu ki, həmin kətdə yay günü iki vedrə suyu bir sahada yığmaq olmurdu. Xahiş edirəm, bizi öz yerimizdə, həmin bəyliklə üzbəyüz deyilən yerdə, ya çayın, Həkəri çayının sağ və sol sahilində 100 metr olmağı olan həmin çayın sahilində yerləşdirirlər. Biz 70-80 nəfər ailəyik, hal-hazırda da sizə müraciət edirik. Çox sağ olun. Prezidentimizdən xahiş edirik ki, bizim səsimizə səs versin, bizə köməkdarlıq eləsin. Zabıq kəndində tikilib, çayın sağ-sol sahilində tikilib, susu da gətirib bizim həyat yerimizə salıbdılar. İndi sağ sahilində yaşayan adamları ev tikmirlər, onları namıt qoyurlar. Biz stres içində yaşayırıq hələ də. Biz prezidentimizə xahiş edirik, bizim səsimizə səs versin. Burada saxtakarlıq eləyibdilər, Sus kəndində gətirib salıblar bizim yurdumuza. Ona görə də biz istəyirik ki, bizim haqlı səsimizə səs verməyinizi sizdən xahiş edirik. Artıq dərəcədə. Çox sağ olun.